Axşamınız xeyir olsun əziz izləyicilər. Bizim mövqenin bugünə, bu həftəyə olan ilk buraxılışında xoş gördük hər birinizi. Studiyada aparıcınız mənəm, Züriyə Ruslan qızı. Ənənəyə sadiq qalaraq yenə də siyasi gündəmdə ən çox müzakirə olunan mövzuların təhlili ilə qonaqlarımızla birgə qarşınızda olacaq və siz bizi canlı olaraq Uydu Pek və YouTube kanalları üzərindən izləmiş olacaqsınız. YouTube kanalı canlı şərh bölməsində də aktivliyinizi unutmayın ki, mövqeyimizi daha geniş auditoriyaya çatdırmağı bacaraq. Gündəmdə əsas müzakirə mövzusu yenə də Rusiya-Ukrayna müharibəsi və bu müharibənin danışıqlar mərhələsi vasitəsilə bitirilməsi istiqaməti dayanmaqdadır və ən son elə Reuters'də Zelenskinin açıqlaması yayılıb ki, bu açıqlama düşünürəm ki, diqqəti cəlb edən bir məsələdir. Zelenski qərbdən güclü təhlükəsizlik zəmanətləri müqabilində Ukraynanın NATOya qoşulmaq istəklərindən imtina etməyi təklif edib. NATO üzvlüyündən imtina ediləcək. Ukrayna isə 5-ci maddə tipli təhlükəsizlik qarantiyasını Yaponiya, ABŞ, Britaniya, Kanada, Türkiyə və Avropa İttifaqından əldə edəcək. NATOya qoşulmamaqla belə bir təhlükəsizlik zəmanətinin verilməsi mümkündürmü? Berlin danışıqlarının heç bir nəticə verməməsi prosesi hansı yöndən təsir göstərəcək? Bütün bu sualları studiyamızın qonağı millət vəkili Azər Allahveranovla müzakirə edəcək. Azər bəy, axşamınız xeyir olsun, xoş gördük sizi. Hər vaxtınız xeyir Züriyə xanım. Azər bəy, ilkin olaraq elə Reuters'də açıqlanan müvafiq bəyanat üzərinə sizin fikirlərinizi almaq istərdim. Zelenski açıq şəkildə elə həm də NATO ilə bağlı qarşı tərəfin öhdəliyini bir növ qəbul edərək ifadə edir ki, əgər bizə qarşı tərəfdən, xüsusən də qərb cinahından belə bir təhlükəsizlik zəmanəti verilərsə, biz NATO üzvlüyündən imtina edə bilərik. Belə bir zəmanət həqiqətən də Ukraynaya veriləcəkmi bundan sonra? Çox maraqlı sual verdiniz. Məsələ bundadır ki, açıq-aşkar bax, siz sualı verdiyiniz kimi buna dair hər hansı bir zəmanətin verilməsindən söhbət getmiş. Və indi hal-hazırda Berlində gedən danışıqlar, hansılar ki, səhv etmirəmsə dünəndən başlayıbdır. Yəni, faktiki olaraq Amerika nümayəndə heyətindən, Witkoffla, Kushner'ın iştirakı ilə keçirilən danışıqlarda da təhlükəsizliyə zəmanət məsələləri bu faktiki olaraq Ukrayna tərəfindən xüsusilə dilə gətirilən bir şərtdir, amma bu nəyin müqabilində baş verəcəkdir? Mən düşünürəm ki, burada əsas həllini tapmayan məsələ təbii ki, ərazi məsələləridir. Çünki, misal üçün, Zaporojye Atom Elektrik Stansiyasıdır və ya Ukrayna qoşunlarının sayının azaldılması məsələsidir, hansı ki, Donald Trump'ın planında 600 min bir ordunun saxlanılmasına söhbət gedir. Yəni, bu kimi məsələlərdə hətta 100 gün ərzində prezident seçkilərinin keçirilməsi ilə də bağlı bütövlükdə Ukrayna tərəfinin razılığı var. Sadəcə olaraq burada əsas məsələ yenə də təhlükəsizlik məsələləridir və bir də ki, torpaq məsələsi, yəni torpaq ərazi məsələsi, yəni söhbət Donbasdan Ukrayna qoşunlarının çıxarılması məsələsi var ki, hansı ki, bu da faktiki olaraq Donald Trump'ın planında yer almış məsələlərdən biridir. Amma birincisi, burada ən önəmli nüans nədən ibarətdir? İndi 2026-cı ilin fevral ayında 4 il tamam olur ki, bu müharibə gedir və siz müharibənin xronologiyasına diqqət yetirsəz, faktiki olaraq bəzi dönəmlərdə bəzi platformalar var idi ki, orada iki tərəfli bir danışıqların aparılması üçün geniş bir imkanlar yaradılmışdır. Misal üçün, biz Türkiyə platformasını nəzərdə tuta bilərik. Burada texniki məsələlər də olsa, humanitar məsələlər də olsa, əsirlərin dəyişdirilməsi və ya taxıl məsələlərinə dair razılığın əldə olunması olsa da belə, yəni Ukrayna ilə Rusiya arasında iki tərəfli bir danışıqlar var idi və bu danışıqlar öz nəticəsini vermişdi real olaraq. İndi burada şübhəsiz ki, Türkiyə prezidentinin çox böyük səyləri olmuşdu və hər iki tərəf üçün də eyni məsafədə olarkən həmin o danışıqların çox uğurlu şəkildə aparılmasına səbəb olacaq bir yanaşma sərgilənmişdi. Amma indi Berlində gedən danışıqlara biz diqqət yetirsək, birincisi, onu qeyd eləməliyik ki, burada söhbət Donald Trump'ın əvvəllər kifayət qədər çox bəndlərdən ibarət olan bir sənəd bugün artıq 20 bəndli bir sənədə çevrilibdir. Hərçənd ki, dönən sıraya nə qədər 19 bəndin söhbəti gedirdi. Amma real olaraq, indi Witkoff'un da dediyindən də bəlli olur ki, söhbət 20 bəndli bir sənəddən gedir və bu 20 bəndin də hamısından
təbii ki, Ukrayna tərəfi razı deyil və bununla razı olmayan Rusiya tərəfi də var. Və maraqlı nüans ondan ibarətdir. Xüsusilə də misal üçün dondurulmuş aktivlərin istifadə olunması və digər məsələlər. Burada maraqlı nüans ondan ibarətdir ki, indi faktiki olaraq Qərblə Zelenski arasında gedir danışıqlar və Qərb dedikdə biz təbii ki, Avropa İttifaqını və Avropa İttifaqının üzv olan dövlətləri və Amerika Birləşmiş Ştatlarını nəzərdə tutur. Amerika Birləşmiş Ştatlarının mövqeyi bəllidir. Bu Trumpın planı üzərindən sərgilənən bir mövqeyidir. Amma Qərbin bu məsələ ilə bağlı yanaşması bir qədər fərqlidir. Hətta misal üçün elə danışıqlar gedə-gedə belə bir xəbər yayımlandı ki, Finlandiyanın prezidenti Alexander Stubb belə həmin o Berlinə gəlib apar-topar və orada faktiki olaraq gedən danışıqlar prosesinə də müəyyən mənada müdaxilə etmək istəyibdi. Hətta deyilənə görə Amerika nümayəndə heyəti ilə də onun bir 20 dəqiqəlik bir görüşü olub və orada konkret olaraq bəzi şərtlərini belə Finlandiyanın prezidenti dilə gətiribdi və bu da heç də Ukraynanı təklif olunan planına uyğun olaraq davranması və ya o planı qəbul etməsi ilə bağlı olan şərtlər deyil. Yəni faktiki olaraq burada daha çox üzr istəyirəm, icazə versəz, elə orada ifadə etdiyim, buyurun. Bəli, daha çox diqqət burada Qərb ölkələrinin, yəni Avropa Birliyinə üzv olan ölkələrin və üzv olmayan ölkələrin, məsələn, Böyük Britaniyada və digər ölkələrin də bu prosesdə Ukrayna tərəfindən çıxış etməsi və maksimum dəstəyin göstərilməsi ilə bağlı olan bir müraciət idi. Söhbət Alexander Stubb'un müraciətindən gedir. Buyurun. Azər bəy, elə Finlandiya prezidentinin fikrini siz yanaşmasını xatırlatmışkən, elə verdiyi bəyanatı da mən sizin və izləyicilərin diqqətinə çatdırmaq istərdim. O bildirir ki, düşünürəm ki, sülh danışıqlarında kritik bir mərhələdəyik və eyni zamanda bu 4 ildə ən çox sülh razılaşmasına daha yaxınıq. Əlbəttə ki, hazırda 3 sənəd üzərində fəal şəkildə işləyirik. Birincisi 20 maddəli sülh planının çərçivə sənədidir və bu çərçivə sənədi qəbul olunarsa o dolayı yolla bildirir ki, bu müharibənin bitməsi, gedişatı yolunda uğurlu bir addım ola bilər və sanki Vaşinqtonun mu yanaşmasını dəstəkləmiş olur? Tam yox, tam yox. Məsələ bundadır ki, siz gətirdiyiniz sitat eyni zamanda Kaya Kalas'ın da deməli çıxışlarında yer almışdı və orada belə bir fikir, baxın, nəyin üzərində köklənir. Yəni bu 4 il ərzində demək olar ki, bugün ən uğurlu bir gündür ki, sülh danışıqlarına bağlı razılıq əldə olunsun. Yəni onlar sanki bax bu anı, bu dəqiqəni sülh üçün daha məqbul hesab edirlər. Təbii ki, burada hər bir tərəfin özünə məxsus bir yanaşması var. Hətta Rusiyanın bu məsələdə öz yanaşması var. Nə üçün Rusiya deyək bunu çox uyğun bir vaxt kimi də dəyərləndirə bilər. Amma real olaraq bu danışıqlar prosesinə də təsir edən məsələ döyüş meydanında baş verənlərdir. Yəni bugün Kaya Kalas'da, Alexander Stubb'da, Steve Witkoff'da, Kushner'da və Mertz'da və digərləri müxtəlif fikir səsləndirə bilərlər. Hətta Rusiya tərəfi də burada bilirsiniz ki, zaman-zaman Lavrovun dilindən Rusiya mövqeyi bu proseslə bağlı sərgilənmiş olur. Heç də Rusiya tərəfi məmnun deyil gedən danışıqlardan, onu da deyim sizə. Amma real vəziyyət döyüş meydanında formalaşmaqdadır və döyüş meydanında baş verən proseslər o faktiki olaraq eyni zamanda danışıqlar prosesinə də öz təsirini göstərmiş olur. Hətta mənim yadıma düşür ki, əvvəlki təmaslar və danışıqlar zamanı belə burada biz deyək Ukrayna, ABŞ, Rusiya, ABŞ danışıqlarını xatırlaya bilərik. Abu Dhabi'də və digər yerlərdə keçirilən. Yəni biz hər dəfə görürük ki, bu danışıqlar öncəsi belə döyüş meydanında baş verən eskalasiya o kifayət qədər pik həddə çatır. İndi bugün bilirsiniz ki, Pakrovsk və Kupiansk uğrunda döyüşlər gedir. Və ən əmansız döyüşlər məsələn bu iki şəhər üzərindədir. Nə üçün? Çünki kifayət qədər strateji mövqeyə malik olan şəhərlərdir. Orada yol infrastrukturu, dəmir yol və digər kəşməsində yerləşən həmin şəhərlər bir növ nəzarət eləyən qüvvələr real olaraq böyük bir strateji ərazinin infrastrukturuna nəzarət etmək iqtidarında olur və təchizata
kifayət qədər də əngəl yarada biləcək. Məhz bu səbəbdən həmin o döyüş meydanında baş verən proseslər kifayət qədər çox sərt şəkildə cəryan etməkdədir və bu da istər-istəməz danışıqlar prosesinə də təsir etmiş olur. Mənə elə gəlir ki, burada daha çox, mən də uzun müddət bildiyiniz kimi bu Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması ilə bağlı olan proseslərdə vətəndaş cəmiyyəti sektoru üzərindən təmsil olunmuşdur və çox danışıqlarda da iştirak edirdim və mən də bilirsiniz, burada ən yaranan təəssürat nə ilə bağlıdır? Daha çox Rusiya-Ukrayna müharibəsində burada nədənsə atəşkəs mövzusunu çox elə də qabartmaq istəmirlər. Sanki qəbul ediləcək razılaşmanın elə son sülh sənədi imzalanması üçün nəzərdə tutulan bir sənəd olaraq qəbul eləməyə çalışırlar. Ümumiyyətlə, vəziyyəti məhz bunun üzərinə kökləyirlər. Amma belə bir vəziyyətdə 4 il gedən müharibədə heç bir zamanda sülh sənədinin əldə olunması, sülh sazişinin bağlanması mümkünsüzdür. Baxın, burada daha çox atəşkəs ola bilər. Burada daha çox humanitar xarakterli işlər ola bilər. Burada misal üçün mina problemi ola bilər təmas xəttində. Burada ola bilər əsirlərin dəyişdirilməsi, meyitlərin dəyişdirilməsi. Sonra o həyati əhəmiyyətli infrastrukturun bərpası ola bilər, su təchizatı, qida təhlükəsizliyi, qida təchizatı və digər məsələlər. Bunlar asta-asta, aram-aram öz həllini tapdıqca artıq o sülh sazişi bir qədər də yaxınlaşdırıla bilər. Amma siz fikir verin, görürsünüz ki, o 20 bəndlik deməli, planda belə, bax, mən sadaladığım bu lokal və hər bir vətəndaşın maraqlarına cavab verə biləcək bir məsələ demək olar ki, yoxdur. Burada sanki strateji bir hədəflər müəyyən olunur, böyük bir qlobal bir çağırışlar təyin edilir. Burada sanki o 2-ci Dünya müharibəsindən sonra, o 2-ci Dünya müharibəsinin sona çatdığı bir dönəmə bənzər bir vəziyyətin yarandığını xüsusilə bildirməyə çalışırlar. Amma real olaraq baxın, iki dövlət arasında bir müharibə baş verir və müharibənin də dayandırılmasının birinci addımı o atəşkəsin əldə olunmasıdır. Bax, bugün atəşkəsin əldə olunması üçün hansı şərtlər var, hansı imkanlar var və nə dərəcədə bu real görsənir? Bax, bunun ətrafında müzakirələrin aparılması olduqca vacibdir. Yoxsa 20 bəndli plan, başa düşürəm, mən də istəmirəm, siz də istəmirsiniz, bu müharibə baş versin. Amma burada tərəfləri bir-birindən uzaq salan, hətta döyüş meydanında daha da bir qədər aqressiv bir döyüş aparmağa səbəb ola biləcək bir şərtlər ortadadır. İndi bir tərəf bir qism bəndləri qəbul edir, digər tərəf digər qism bəndləri tərəf edir. Qəbul olunmayan bəndlər ki var, hansılar ki, bunlar öz çəkisinə görə, öz yükünə görə, hətta hüquqi çəkisinə görə belə digər qəbul edilən bəndlərdən çox-çox ağırdır. Yəni, bu məsələlər mənə elə gəlir ki, daha çox müzakirə predmetidir, amma indi Berlin danışıqların nəticələrinə gəldikdə mən indi nəyi görürəm? Bu, deməli, danışıqlarla bağlı, elə Zelenskinin çıxışında da bu məsələ özü yer alıbdır, yer gəlmişdən onu deyim ki, yəni bunu bir müsbət dəyərləndirirlər, biz hamımız bunu müsbət dəyərləndiririk, çünki bu müharibənin dayandırılmasına xidmət edən bir danışıq prosesidir. Amma nə dərəcədə bu mümkün olacaqdır? İndi faktiki olaraq siz fikir verin, o prosesdə Rusiya tərəfi yoxdur. Burada danışıqlar daha çox Qərb-Ukrayna, ABŞ, Qərb-Ukrayna formatında keçirilir və kim zəmanət verə bilər ki, burada qəbul ediləcək hansısa prinsiplər sonraki mərhələdə deyək Rusiya tərəfindən də qəbul ediləcək və kim deyə bilər ki, bu faktiki olaraq sonraki addımlarda ən azından dediyim mənim söhbət açdığım atəşkəsə gətirib çıxarır. Ona görə də istənilən halda mən düşünürəm ki, bütün imkanlar dəyərləndirilməlidir. Bu kimi təmaslar və danışıqlar, müzakirələr mütləq aparılmalıdır. Yeri gəlmişkən bu günlərdə, elə bugün səhv eləmirəmsə Hakan Fidanın bir bəyanatı da yer aldı ki, Türkiyə platforması ən uğurlu platformalardan biridir. Çünki real olaraq digərlərdən fərqli olaraq bu platformada yaxşı müsbət nəticələr əldə olunubdur və məhz müsbət nəticələr əldə olunduğu üçün və hər iki tərəfi qane edəcək və bir araya gətirə biləcək bir mühitin yaradılması Türkiyədə bu ən optimal model olaraq dilə gətirildi Hakan Fidan tərəfindən. Bəlkə də bu fikrin kifayət qədər çox ciddi əsasları var. Həm Rusiya, həm Ukrayna tərəfi də bunu dəyərləndirməlidir. Aydındır. Azərbaycan sizə minnətdarlığımızı bildiririk dəvətimizi qəbul etdiyiniz üçün və dəyərli fikirlərinizi bizimlə bölüşdüyünüz üçün.